Mən maşın istəyirəm, gəlir atası ilə dalaşır. Maşın başqa etsinə. Yox, sən 100 dənə istəyin var. Sadəcə indi bilsən niyə maşın istəyirsən? Qrup yoldaşın gəldi, bahalı maşından düşdü. Biraz da force elədi. Force elədi, sən də dedin, yox, məndə olmasın, şişdi bu istəyin. Deyirsən, yox, maşından başqa etsin istəmirəm. Cavanlar görsən, gülür, təsdiq eləyir. Bizim gəlib sonra günümüzü qara eləyir ki, mənim daha belə, görsən ki, hansısa şərait onu vadar eləyir ki, o istək var idi, maşın istəyir, normal istəkdir, yaxşıdır. Hamının maşını olsun inşallah. Dinin problemi yoxdur maşınla. Kim desə ki, din deyir, maşınsız gəzin, yalan deyir. Allah eləsin, İmam Zaman ağa gələndə din deyir, hamının maşını olacaq, hamının evi olacaq, qəşəng də əladır. Rahatlıq istəkdir də bu. Amma ki, rahatlıq da tam təmin eləməyəcək. Alacaqsan, sonra görürsən ki, rahatlıq üçün başqa şeylər istəyirsən. Amma bir həddə yaxşıdır da maşın sürmək problem deyil, əla bir şeydir.